Həmçinin və ədəbiyyat müəllimi Abbasova Gülru Əvəzov. May 1923-cü il Azərbaycan tarixinin şanlı səhifəsidir. Bu ildə 10 may 1923-cü ildə Ulu Öndər Heydər Əliyev dünyaya gəldi. Dünyaya gəlişi ilə sanki Azərbaycan xalqının taleyi dəyişdi. Hakimiyyətə gəldiyi ilk gündən ömrünün son günlərinə qədər Azərbaycanın memarı kimi bu böyük bir ağır funksiyanı öz üzərinə götürdü. Düzdür, Memarlıq Universitetinin tələbəsi olan Heydər Əliyev öz memarlıq funksiyasını hər tərəfli yerinə yetirdi. Heydər Əliyev siyasəti çox keşməkeşli bir siyasəti. Eyni zamanda bu siyasət çox şaxəli bir siyasət idi. Çox şaxəli ondan ibarətdir ki, Heydər Əliyev siyasəti ədəbiyyatda, incəsənətdə öz möhrünü qurmuş bir siyasət idi. Dahi şəxsiyyət Heydər Əliyev Hüseyn Cavidin nəşrinin Uzaq Sibirdən 1982-ci ildə Naxçıvana gətirilməsi üçün çox böyük əziyyətlər çəkdi və bu əziyyətin sayəsində cənazəsi nəşi Sibirdə qalmış bir dahi şairin nəşi artıq öz vətəninə qovuşdu. Bundan başqa Heydər Əliyev Azərbaycan ədiblərinin, Azərbaycan şairlərinin yubileylərinin təntənəli surətdə qeyd olunması haqqında böyük sərəncamlar imzaladı. Bundan əlavə 1 avqust gününün Azərbaycan dilinin və əlifbasının günü kimi qeyd olunması üçün xüsusi fərman imzalandı. O gündən artıq 1 avqust Azərbaycan dili və əlifbası günü kimi qeyd olunur. Heydər Əliyevin siyasəti bayaq vurguladığım kimi çox şaxəli və keşməkeşli bir siyasətdir. Bu siyasətin uğurla davamı üçün artıq siyasət meydanına İlham Əliyev atıldı və böyük atanın böyük oğlu dahi şəxsiyyətin izi ilə iri addımlarla irəliləyir. Bugün hər birimiz bu siyasətin müsbət keyfiyyətin, müsbət təsirlərini görürük. Ulu Öndərin 2003-cü ildə vəfatı zamanı qələmə alınmış bir bənd şeirlə fikrimi yekunlaşdırmaq istəyirəm. Sən elə bir zirvəsən, küləklər nə eləyəcək? Heydər xalqım deyəcək, xalq Heydər söyləyəcək. Diqqətinizi verin.